Bugün Novruz bayramının sonuncu ilaxır çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Azərbaycana yaz fəsli martın 20-si saat 18:45-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq. Sonuncu çərşənbəni xalq böyük təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gürlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqalların üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqalı söndürmək olmaz. O özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə çölə atmalıdır. Bu deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.